Rusiyalı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alyona İvanova ilk dəfə müsahibə verib. Uzun müddət ictimaiyyətdən uzaq həyat yaşayan Alyona Voice nəşrinə açıqlamasında öz biznesindən danışıb. Məlum olub ki, o ev tekstili brendinin yaradıcısıdır. İvanova bildirib ki, brendi yaratmaq ideyası şəxsi ehtiyacından yaranıb. İşə əlbəttə ki, yataq dəstləri ilə başlamağı planlaşdırmışdım. Bu mənim şəxsi hekayəm və brendi yaratmağımın əsas səbəbi idi. Amma satışa ilk olaraq dəsmallar çıxarıldı, çünki onların istehsalı daha sadə idi. Keyfiyyət baxımından bunlar adətən bir neçə dəfə baha satılan məhsullarla eyni səviyyədədir. Biz isə onları daha münasib qiymətə təqdim edə bilirdik, deyə Alyona bildirib. Qeyd edək ki, Araz Ağalarovun müğənni Emin Ağalarovun anası İrina Ağalarova ilə yollarını ayırdığı və daha sonra Alyona İvanova ilə ailə qurduğu məlum olub. Cütlüyün birgə 2 övladının olduğu bildirilir.